çox insan gözəl bədənə sahib olmağı sağlamlığından üstün tutur. Düzdür, fit görünüş uzun və gərgin məşqlər nəticəsində ərsəyə gəlir. Ancaq bu məsələdə də dərman vasitələrinin yardımından faydalananlar çoxdur. Onlar hesab edir ki, preparat və ya qida əlavələri olmadan gözəl bədən quruluşuna sahib olmaq mümkün deyil. Bəs görəsən doğrudan belədir? Gənclər bəzən əldə etdikləri formanı daha tez bir şəkildə və daha rahat bir şəkildə olmasını istəyirlər və digər lazımsız preparatlardan istifadə etməyə çalışırlar. Bəziləri bunu dərk etmir, nə dərəcədə zərərli olduğunu, bəziləri isə dərk edir, lakin eybi yox, bunun müalicəsini alaram, keçib gedər kimi düşünür. Heç də belə deyil. Bu cür dərmanlardan istifadə eləmək birbaşa olaraq bizim daxili orqanlarımıza, ürək qan-damar sisteminə, qaraciyər və böyrələrimizin sıradan çıxmasına səbəb olur. Amma bu dərmanların göstərdiyi yan təsirlərin daha böyük bir hissəsi deyil. Bu dərmanlar birbaşa olaraq bizim hormonlarımızı disbalans yaradır və hormonlarımıza çox böyük fəsadlar yaradır və bunun geri dönüşü asla istəsək də, istəməsək də mümkün deyil. Yəni müalicə aldıq və yaxud da almadıq yaranan disbalans artıq müalicə olunan bir dərəcədə olunur. Əksər insanların ən çox istifadə etdiyi qida əlavəsi proteindir. Mütəxəssislərin sözlərinə görə belə məhsullardan istifadə belə səhhətimizdə izlər qoyur. Hansısa bir idmançı aptekdən və ya başqa digər yerdən hansısa bir qida əlavəsi alır, bədən çəkisini, əzələ çəkisini artırmaq üçün, amma sonra dopinq nəzarət vaxtı bunun qanında və sidikdə qadağan olunmuş anabolik steroidlər aşkar olunur. O nə deməkdir ki, bəzən hallarda keyfiyyətsiz, kontaminasiya, yəni şirklənmiş olunmuş mallar satıla bilər və o da öz növbəsində həm sağlamlığına ziyan göstərə bilər, xüsusən kişilərə. Bu həm androgen sisteminə, hormonal sisteminə, həm də qaraciyərə və digər daxili üzvlərə öz mənfi təsir göstərir. Eyni zamanda da həmçinin dopinq nəzarətində bu idmançını hətta idmandan kənarlaşdırmasına gətirib çıxarda bilər. Yeri gəlmişkən, qida əlavələrindən istifadə 18-dən aşağı şəxslərə ümumiyyətlə tövsiyə olunmur. Zemfira Rəcəb, Şəhriyar Əhmədli, Rafiq İsmailov.